Bakıda Novruz münasibəti ilə İdeya İctimai Birliyi Nizami və Yasamalda silsilə bayram şənlikləri keçirir. Abad məhəllələrdə keçirilən tədbirlərdə insanlar bayram sevincini birgə bölüşürlər. İlkin Həsənli də onların arasındaydı. Çəkdi reportajı var. Nizami və Yasamal rayonları ərazisində Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda İdeya İctimai Birliyinin rəhbəri və təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bizim Məhəllə layihəsi çərçivəsində hazırda həmin ərazilərdə Novruz tədbirləri keçirilir. Bugünkü tədbirimizdə gördüyümüz kimi Bakı məktəbləri öz əl işlərini nümayiş etdirirlər. Yəni bayram tədbirini yüksək səviyyədə keçirilir. Ümumi təhsil məktəbləri arasında Novruz şənliyi təşkil edilmişdir. Məktəblər milli mənəvi dəyərimiz olan Novruz adət-ənənələrini əks etdirən atributlar və müxtəlif əl işlərlə çıxış edirlər. Mən bir təhsil işçisi kimi olaraq bütün Azərbaycan xalqını milli bayramımız olan Novruz bayramı münasibəti ilə təbrik edirəm. Qarşıdan gələn Novruz bayramı münasibətlə səmimi qəlbdən təbrik edirəm. Fürsətdən istifadə edib Ali Baş Komandanımıza minnətdarlığımı bildirmək istəyirəm ki, sağ olsun hər zaman regionlar üzrə icra başçılarına xüsusi tapşırıqlar verir ki, məhz bayram tədbirlərini bu cür təntənəli qeyd edək və bu çox təqdirə layiqdir. Nevruz biliyorsunuz bütün Türk Cumhuriyetlerinin bayramı. Bugün bu bayramı da burada geçirmek bizim için çok güzel oldu. Sayın Valimizle, diğer yöneticilerimizle birlikte.